Salam aleykum, mən Rəşid Məcidov. Bugün sizə süni intellekt inteqrasiyalı bircə anbar və ticarət proqramımızın qısa tanışlığını verəcəm. Təbii ki, irəliləyən günlərimizdə ən qısa müddətdə bu süni intellektin bircəyə necə inteqrasiya olunduğundan danışacağıq. Sadəcə sıfırdan yığdığımız məlumat bazalarında deyil, təbii ki, mövcud məlumat bazalarına da süni intellekt inteqrasiya etmemiz mümkündür. Bunun da video dərslərimiz olacaq. Mən süni intellekt üçün ekranımızın sağ aşağı hissəsinə bir düymə artırmışam. Vurduqda belə bir pəncərə açılır və salamlayır bizi və sual yazmağımızı istəyir. Təbii ki, süni intellektin bugün sadəcə baza ilə bağlı, yəni proqramımızdakı hesabatlarla bağlı, ümumiyyətlə nəsə bir müştəri siyahımız olsun, məhsullarımızla bağlı olsun, bir suallar verərək test edəcəyik. Növbəti başlıqlarımızda bu süni intellekt inteqrasiyasının fərqli yönlərini, bizim üçün hazır sənəd yaratmasını mı və yaxud da kontingent yaratmasını mı, yəni müştəri sifarişlərinə uyğun bizim üçün satış sənədlərinin hazırlanmasını, müştərilərə birbaşa e-mailin göndərilməsi olsun, WhatsApp mesajlarının oxuyub cavablanması olsun və s. kimi əməliyyatlardan danışacağıq. Bugün isə sadəcə proqramla bağlı bir neçə sual verib həmin suallarımıza cavab almağa çalışacağıq. Məsələn, sadə suallardan başlayaq, getdikcə mürəkkəbləşdirək. İlk sualımızı yazıram ki, ən çox satılan məhsul hansıdır? Ən çox satılan məhsul hansıdır? Hansıdır? Hətta biraz da uzataq sualımızı və onu kimlər alıb? Mən 2 ədəd satış sənədi işləmişəm. Baxın, ekranda Akif Məmmədov və Ayaz Məmmədli adlı şəxslərə satışlarımız gedib. Həmin satışlara uyğun olaraq qrafiklərimizi görürük. Baxın, bizim üçün göstərir ki, ən çox satılan məhsul ağ düşəsidir. Onu Akif Məmmədov və Ayaz Məmmədli alıb. İndi həqiqətən də yoxlasaq, Ayaz Məmmədli və Akif Məmmədov alıb. Ağ düşəs məhsulun üzərinə gəldikdə, baxın, 28 kiloqram biri götürüb, 3 kiloqram digəri götürüb, toplamda bizdə 31 kiloqram alınıb. İndi gəlin sualımızı biraz daha dəqiqləşdirək. Deyək ki, ağ düşəs məhsulunun, ağ düşəs adlı məhsulun hərəkətlərini göstər. Belə bir sual ünvanladım. Təbii ki, biz bunu gələcəkdə inteqrasiya zamanı sadəcə yazı ilə deyil, səsli əmrlər də verə biləcək və bizim üçün səsli şəkildə cavab qaytaracaq. İndi baxın, qaytardığı cavabda nə göstərir? Ağ düşəsin alış sənədlərini verib, hansı sənədlərlə alınıb, satış sənədlərini verib, əgər bizim geri qaytarma sənədimiz varsa, geri qaytarma sənədini və s. kimi nömrələri ilə, tarixi ilə, kimdən alınıb və s. kimi baxın, bizim üçün məlumatları göstərir. Hər birində də miqdarını, qiymətini, məbləğini, satıcı kimi olub, hansı anbardan satılıb, əgər həmin sənəd daxilində ödəniş gedibsə, həmin ödəniş məbləğini və s. kimi geniş məlumatları bizim üçün göstərir. İndi gəlin belə bir şey eləyik. Mən görürəm ki, bunu Ayaz Məmmədli adlı şəxs alıb, bəzən də Akif Məmmədov alıb və s. kimi. Mən indi Akif Məmmədov haqqında məlumat almaq istəyirəm. Deyirəm ki, Akif Məmmədov haqqında məlumat ver. Yazdım və sualı ünvanladım. Əgər mən mövzudan kənar, proqramın daxilində olmayan bir sualı vermiş olsam, ünvanlamış olsam, proqram mənə cavab verməkdən imtina edəcək. Deyəcək ki, ancaq proqrama dair məlumat verə bilirəm. Baxın, Akif Məmmədova dair məlumatlar çıxıb, ünvanını verib, elektron poçt ünvanını, telefon nömrəsini, əlaqədar şəxs olduğunu, əlaqədar şəxsin vəzifəsini və şəxsiyyət vəsiqəsinin seriyasını. Təbii ki, bu kontingentlərin daxilində doldurduğumuz məlumatlara əsasən bunu çıxarır. Mən şərti məlumatları doldurmuşam. Burada e-mail ünvanı və telefon nömrəsi. Mənimdə yerdə qalan bütün məlumatlar şərti olaraq yazılan məlumatlarımızdır. Gəlin suallarımızı biraz çətinləşdirək. Ekranı silirəm ki, hədəfi daha rahat şəkildə görə biləsiniz. Belə bir sual yazaq ki, şirkətin cari vəziyyətini analiz et və geniş məlumat ver. Yazdım və ünvanlayıram. İndi cavab gəlməsini gözləyirəm. Gələn cavabları və yaxud da yazdığımız sualları biz
davamlı yadda saxlamaq istəsək, kiməsə göndərmək istəsək, sonradan baxmaq istəsək, məlumatlarımızı birbaşa printerdən çıxarda bilərik və ya yadda saxla deyərək hər hansısa fayl tipində, baxın mən bu hissədən gəlirəm, ta ki PDF kimi yadda saxlamaq istəyirəm. Baxın, söhbət PDF kimi yadda qalsınmı? Saxlanıb dediyimiz təqdirdə yadda saxlayır və ekranımızda həmin söhbəti aça bilirik. İndi baxın, mən həmin söhbəti açmışam və oxumağa çalışaq. Yazdıq ki, şirkətin cari vəziyyətini analiz et və geniş məlumat ver. Şirkətin cari vəziyyəti barədə məlumat yazıb. 4 ədəd müştəri təchizatçı qeydə alınıb. Nomenklaturalar 14 müxtəlif məhsul qeydə alınıb. Hər biri üçün alış, satış qiymətləri, ölçü vahidləri, ƏDV məlumatı mövcuddur. Daha sonra yazıb ki, qırmızı pamet və ağ düşəs 18% ƏDV ilə, digərləri ƏDV-siz qeyd olunub. Ambar əməliyyatlarını göstərir. Alış sənədi, 2 ədəd alış sənədi var. Ümumi dəyəri bu qədərdir. Bu alış sənədləri üzrə 100 AZN ödəniş edilib. Əsas təchizatçılarımızı göstərib topdan satış və meyvəlidir. Satış sənədləri 6 satış sənədi mövcuddur. Ümumi dəyəri 740 AZN təşkil edir. Bu sənədlər üzrə 33 AZN ödəniş alınıb. Akif Məmmədov və Ayaz Məmmədli əsas müştərilərdir. Satışda 25 AZN məbləğində əlavələr, daşıma və yüklənmə edilib. Geri qaytarma sənədi mövcuddur. Bir geri qaytarma sənədi var. Ümumi dəyəri 72 AZN-dir. Yerdəyişmə sənədini göstərir ki, bir yerdəyişmə sənədi var. Ağ düşəs məhsulu əsas ambardan ikinci ambara 60 AZN dəyərində köçürülüb. Daha sonra mədaxil sənədlərini göstərib. Bir mədaxil sənədi mövcuddur. Məbləğini yazıb. Silinmə sənədinə dair məlumat yazıb ki, ağ düşəs silinib əsas ambardan. Borc vəziyyəti barədə məlumat yazıb. İlkin olaraq Akif Məmmədovun 150 AZN borcu olub. Satışlar və ödənişlər nəzərə alındıqda Akif Məmmədovun cari borcu 16 manat 20 qəpik təşkil edir. Mal satına borclar ilkin olaraq topdan satışa 100 AZN, meyvəliyə 200 AZN borcu olub. Alış və ödənişlər və xərc sənədlərindəki borc düzəlişi nəzərə alındıqda topdan satışa və meyvəliyə olan borcu bizim üçün göstərir. Kassa əməliyyatlarını bizim üçün göstərir, kassadan çıxarışları göstərir və hətta biz proqramda gedib bunlara baxa da bilərik. Baxın, ilkin borclar ki demişdik. Gəlin, həmin ilkin borclar bu hissədədir. Bir ədəd sənəd yaradılıb. Baxın, Akif Məmmədova 150 manat ilkin borc, mal satanlara isə 100 manat birinə, 200 manat birinə borc yazmışıq. Həmin məlumatları burada görə bilirik. Baxın, ilkin borclar hissəsinə gəldikdə İlkin olaraq topdan satışa 100, meyvəliyə 200. Bu qədər burada mən yekunlaşdıracağım. İnşallah ki, bu videonun davamı gələcək. Necə inteqrasiya prosesi gedir, dərslərimiz necə irəliləyir, ondan barədə videolarımız olacaq.